Bu rəhmətə gedən Azər, Baxşıyev Azər Naiboğlu Köyzulaq kəndində daimi yaşayış qeydiyyatında olan bir adamdır. Bu Uzuntəpə kəndində məskunlaşmışdı, Uzuntəpə kəndində. 4 övladı var. İkisi oğlan, ikisi qız. Oğlu elə bil doktorantura da oxuyur Bakıda. Yaxşı savadlı uşaqdır. Həm də işləyir. Onun yanında gedib qalırdı son vaxtlar. Mən son vaxtlar özüm bir neçə işlə bağlı zəng eləmişdim ona. Elə belə zəng elədim. O Bakıda qalırdı oğlunun yanında və gəlib bu yaxın günlərdə dünən gəlib, bugün gəlib belənsir bu hadisə törənib. Məlumata görə mərhum son dövrlər Bakı şəhərində övladlarının yanında yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq rayona gəlməsini istəyib. Qətil kənd ərazisində baş verib. Azər Baxşıyev ürək nahiyəsindən aldığı bıçaq zərbəsi ilə ağır yaralanıb xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İlkin araşdırmalar nəticəsində 2002-ci il təvəllüdlü İbrahim Babayev şübhəli şəxs qismində saxlanılıb. Qeyd olunur ki, tərəflər arasında qohumluq əlaqələr olub. İlkin versiyaya əsasən hadisənin ailə daxili mübahisə zəminində baş verdiyi istisna edilmir. Elvin Qudrətov, İlqar Mustafayev, Bu Gün İnformasiya proqramı üçün.